Salam dostlar, salam əziz qardaş və bacılar, necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neymisiniz, çalışırsınız. Mesajlarınızı elə bilməyin ki, görmürəm, görürəm, indi etap cavab verirəm, çox sayılı mesajlar gəlir, hamısı narahatdır. Soruşurlar ki, ay Allah, ay aman, nevroz çox ağır xəstəlikdir, nevroz deyəsən sağalmayan xəstəlikdir. Bu düşüncələr yanlışdır, siz onsuz da düzgün interpretasiya etmirsiniz, avtomatik düşüncələriniz hər barədə sizi aldadır və qorxuya salır. Elə deyil, hər bir şeydə baxın, elə adamlar var ki, o qədər həkimləri gəziblər, artıq inam itib, anlatabildim mi? Güvən yoxdur. Güvən yoxdur ki, sağala bilmirlər, amma görürsünüz ki, mənim texnikamla müraciət edirlər və mən indi özümdən demirəm, bunu özümü də tərifləmək istəmirəm. Sadəcə pasiyentlərin belə çox olduğundan, yəni eyni sözü mənə deyirlər, görürəm ki, bəli, bəzən inanmadan yaxınlaşırlar, yəni müraciət edirlər, işləyirik bir balaca mənim texnikalarımla və mənim üsulumla. 3 gündən sonra görürsünüz, yazır ki, ay Zaur həkim, mən heç kəs mənə bu sözləri deməmişdi, heç kəs məni, yəni bu cürlə aydın şəkildə izah etməmişdi mənə, yəni heç kəs də bu texnikalarla işləmir. Təbii ki, ABC sxemi başda olmaqla və bütün texnika, lazım olan texnikaları, meditasyon texnikalar içində olmaq şərti ilə biz kompleks şəklində işləyirik, tək nevrozla yox, hətta depressiyada olan bir insanlarla, haradasa məişət problemlər, sosial problemlər yaşayan bir insanlarla, finansal bir balaca əziyyət çəkən insanlarla işləyirik və görürsünüz ki, rahatlaşırlar və avtomatik düşüncələrdən artıq qurtulurlar. Artıq başlayırlar asozla düşünməyə, anlatabildim mi? Depressiyada olan insanlar otururlar evdə və düşünürlər ki, bu dünyanın sonudur, mənim işlərim düz gətirməyəcək, mən vəssalam çox pis insanam və yaxud məni heç kəs sevmir və yaxud mənim nə bilim, ayağımın altını qazırlar, mən heç bir işə yaramıram, işləyə bilmərəm, əlimdən gəlməz, özgüvən sıfır olur. Və bir müddətdən sonra görürsünüz ki, maksimum bir aydan sonra yavaş-yavaş başlayır işləməyə, işə getməyə, iş görməyə, pul qazanmağa və buradan başlayır onun təzə həyatı. Tamam mı? Düşüncələri tam dəyişirik, yanaşmaları, dünya baxışını hər bir detalları ilə işləyirik və dəyişilir, insan dəyişilir, hətta xasiyyətinə belə müdaxilə edə bilirik, tamam mı? Ona görə də heç kəs düşünməsin ki, mən sağala bilmərəm, bundan heç kəs bacarmaz, bu elə belə də getdi ömrümün axırına kimi, belə düşünürsünüz deyə bilirsiniz 30 ildir yerinizdə sayırsınız, sağalma da yoxdur, tamam mı? Və yaxud ən ucuz variant nevropatoloqdur, gedim 3-4 dənə dərman yazsın, siz başa düşmürsünüz ki, antidepressantlar, baxın, indi axın buna görədir mənə ki, axın bu dəqiqə çoxdur. Yəni, müraciət edirlər. Antidepressantlar bir müddət bəzi funksiyaları blokadaya salsa da, amma hormonal dəyişikliklər baş verir. Yəni, qadınlarda timboli, mastopatiya yarada bilər və poliplər, cürbəcür şeylər yarada bilər. Anlatabildim mi? Yəni, bu dolayı yolla yaradır. Cinsi zəiflik və s. Ona görə də mən sizə rəva bilmirəm ki, bəzən xəstələr var ki, nevropatoloqa bir dəfə gedir, 5-10 manat verdi, resepti götürdü, sonra illərlə o reseptlə gedir, alır, eləyir, başa düşmür fəsadları. Anlatabildim mi? Yəni, fəsadlarını başa düşmür heç, anlamır, eləyir. Sonra da bir dənə tragediya yaranır. Anlatabildim mi? Yəni, çox ağır bir şeylərə gətirib çıxardır.
Ona görə də elə şeylər eləməyin öz başına. Dərman üsulu ilə bu düşüncələr heç cürə dəyişə bilmir. Dərman üsulu ilə panik, manik, zibil, panik atak et. Ümumiyyətlə də OKB-lərdə məsələn rituallar tərk etmək olmur təbii ki. Çox şeylər var. Yəni çox bir detallar var ki, dərmanlar orada kömək eləyə bilmir. Təkcə həyəcan, təşviş olanda bəli, onu blokadaya salır. Adrenalin daha atmır və panik atak təşviş həyəcandan bir balaca uzaqlaşır. Amma o demək deyil ki, o sağalır. Dərmanı içmədiyi müddətdə artıq yenə də o baş qaldırır, özü 2 qat güclə. Ona görə də tək dərmanlarla müalicə yanlışdır. Anlatabildim mi? Bunun yolları var, bunun texnikaları var, bunun dəqiqliyi ilə işləmək lazımdır, dəqiqliyi ilə. Mən inanmıram ki, Azərbaycanda mən qədər immünli təşviş həyəcanı bilən olsun. Ümumiyyətlə, nevroloji, nevrotikləri bilən yoxdur. Fərqi yoxdur, hansı pozuntu olursa olsun. Anlatabildim mi? Ona görə də narahat olmayın, mən hər zaman yanınızdayam. Əlimdən gələni kömək etməyə hazıram. Narahatçılığa heç bir səbəb yoxdur mənim əzizlərim. Tamam mı? Özünüzə yaxşı baxın. Həmişə üzünüz gülsün. Tamam mı? Sağ olun, sağ olun.